Salam, mövzu izahı həqiqi ədədlər. Deməli, həqiqi ədədlərə ilk əvvəl bilək ki, həqiqi ədədlər nələr daxildir. Natural ədədlər həqiqi ədədlərə daxildir və ilk yaranan ədədlər natural ədədlərdir. Natural ədədlər en hərfli işarə olunur. Ən kiçik natural ədəd 1-dir. Ən böyük natural ədəd yoxdur. Sonsuza qədər davam edir. Yəni, əvvəlcə İnsanlar sadəcə natural ədədlərlə tanış olublar. Qayda olaraq da belə deyirdik ki, əşyaları sayma zamanı istifadə olunan ədədlərdir. Sonra gəlirdi tam ədədlər. Tam ədədlər Z hərfi ilə işarə olunur. Tam ədədlərin içərisində naturallar da daxildir. Məsələn, belə deyirdik də qayda olaraq natural ədədlər onların əksi 1-də 0. Bunlar birlikdə tam ədədlər çoxluğunu yaradır. Biz bunu ədəd oxunda göstərsək, belə göstərək, ədəd oxunda deyən daha doğrusu çevrə formasında göstərək, ilk natural ədədlər yaranıb, daha sonra tam ədədlər yaranıb. Yəni, natural ədədlərə daxil olan ədədlər tama daxildir. Əlavə olaraq tam ədədlərdə nələr var? 0, 1-də, -1, -2, mənfi ədədlər. Sonra gəlir rasional ədədlər. Rasional ədədlər işarə olunur Q hərfi ilə. Rasional ədədlərin tərkibində natural ədədlər də var, tam ədədlər də var. Bir də əlavə olaraq gəlir nə? Müsbət, mənfi, kəsr ədədlər. Ona görə müsbət, mənfi, kəsrlər, tam ədədlər, natural ədədlər hamısı birlikdə rasional ədədlər çoxluğunu yaradır. Q hərfini işarə olunur. Yəni, içində natural da var. İçində tam da var. Əlavə bir də müsbət mənfi nələr var? Kəsirlər də var. Bunlar bizim, belə deyərdim də sizə, tanış olduğumuz ədədlərdir. Rasional ədədlərə kimi. Rasional ədədlər haqqında biraz danışmaq istəyirəm. Rasional ədədlər nədir? Əvvəlcə bunu deyək ki, P daxildir Z-ə. Yəni, P tam ədəd olarsa, Q natural ədəd olarsa, ixtisar olunmayan P bölünsün Q kəsri şəklində göstərilən ədədlərə rasional ədədlər deyilir. Bu nə deməkdir? Məsələn, yazıram 7-də 3. Burada yazıram, məsələn, -2 tam 5-də 2 deyil. Bundan keçirəm düzgün olmayan kəsrə 5-də -12. Görürsünüz, surətdəki ədəd -12-dir, yəni tam ədəddir. Məxrəcəmə natural olur həmişə. Sonra bunların, məsələn, 0 bölünsün 7. Bu da bir rasional ədəddir. Surətdə 0 yaza bilirsiniz, yəni tam ədəd qoya bilirsiniz. Amma məxrəcə ancaq nə qoymalısınız? Kəsr qoymalısınız. Ona görə mütləq surət tam ədəd formasında olmalıdır. Məxrəc natural ədəd formasında olmalıdır. Belə ədədlərə rasional ədədlər deyirlər. Bir də bizim tanış olacağımız ədədlər irrasional ədədlərdir. İrrasional ədədlər. İrrasional ədədlər. İrrasional ədədlər nə deməkdir? İrrasional ədədlər, yəni naturala, tama, rasionala aid deyil, tam əlavə ədədlərdir. İrrasional ədədlər dövrü olmayan, baxın, dövrü olmayan, sonsuz onluq kəsr şəklində göstərilə bilən ədədlərdir. Dövrü olmayan, bu sözə fikir verin. Yəni, tutaq ki, bizə desələr ki, 0 tam dövrdə 27. Bu, rasionaldır. Çünki biz bunu kəsr formasında göstərə bilirik 99-da 27. Amma dövrü olmayan, sonsuz onluq kəsr şəklində göstərilən irrasionaldır. Bu nə deməkdir? Məsələn, 0 tam 17, 8, 3 belə gedir. Baxın, burada eyni ədədlər dövr eləmir. Yəni, biz bunu dövrə sala bilmirik. Bu zaman belə ədədlər irrasional ədədlər olur. Ona görə də pi ədədi irrasional ədəddir. Niyə pi irrasional ədəddir? Çünki pi-nin dəqiq qiyməti yoxdur. Yəni, 3,14-dən sonra da ədədlər gəlir. Müxtəlif ədədlər gəlir onda. Biz təxmini olaraq 3,14 götürürük də, amma əslində 3,14-dən də böyük bir ədəddir. Yəni, burada da dövrü olmayan, sonsuz onluq kəsr kimi davam etdiyinə görə pi ədədi irrasional ədəddir. E ədədi də, Y ədədi də irrasional ədəddir. Onun da təxmini qiyməti 2,71-dir. Amma biz daha böyük ədəddir ondan.
Deməli, irrasional ədədlər nə oldu? Dövrü olmayan sonsuz onluq kəsr şəklində göstərə bilənlər. Dövr şəklində göstərə bilirsə rasionaldır. Qalanlar irrasionaldır. Nümunə çəkdim belə. Məsələn, yadınızda saxlayın. Pi ədədi, y ədədi. Bu ədədlər irrasional ədədlərdir. Ən məşhuru isə belə deyirik də yadda qalsın deyə. Kök altında olub da kökdən çıxmayan ədədlərdir. Məsələn, kök altında 17-dən nəsə çıxmır. Deməli, bu irrasionaldır. Kök altında 20-dən nəsə çıxmır, irrasionaldır. Və yaxud da kök altında 5-dən nəsə çıxmır, irrasionaldır. Bax, gəlin bundan təxmin nəsə çıxartmağa çalışaq. Kök altında 5, kök altında 5-dən böyük olub kökdən çıxan nə var? Kök altında 9. Kök altında 5-dən kiçik olub kökdən çıxan nə var bəs? Kök altında 4. Demək, haradasa 2 ilə 3 arasında yerləşir. Kök altında 5. Məsələn, götürüm 2 tam ondan 2 olsun. Amma 2 tam onda 2 dəqiq deyil. Ondan sonra fərqli ədədlər dövr eləyir. Ona görə də biz kök altında 5-i irrasional deyirik. İndi abituriyent olaraq bu qədər xırdalıqlara getməyimizə ehtiyac yoxdur. Siz sadəcə bilin ki, kök altında olub da kökdən çıxa bilməyən ədədlər irrasionaldır. Pi ədədi, y ədədi irrasionaldır. Amma əgər ki, unutmayın, dövr formasında göstərə bilirsinizsə, məsələn, 0,1 dövrdə 7. Bu dövr formasında göstərilə bilənlər rasional ədədlərdir. Rasional ədədlərdir. Amma çünki onlar kəsr formasında göstərə bilirəm. 90-da 17 çıxılsın 1. Yəni 90-da 16. Digərlər irrasional ədədlərdir. İrrasional ədədlər, baxın indi bayaq çəkdiyimiz dairəyə, irrasional ədədlər bunlara daxildir, fərqlidir. Və irrasional ədədlər i hərfi ilə işarə olunur. Biz həqiqi ədədlər dediyimiz zaman rasional və irrasional ədədlər ikisi bir yerdə əmələ gətirir həqiqi ədədlər çoxluğunu. Həqiqi ədədlər çoxluğu r hərfi ilə işarə olunur. O daxildir rasional ədədlər və irrasional ədədlərin birləşməsinin. Yəni həqiqi ədədlər rasional və irrasional ədədlər çoxluğunun birləşməsindən yaranır. İndi gəlin tanış olaq ədədlərin ədəd oxunda göstərilməsi. Bir dənə ədəd oxu çəkək. Bilirsiniz, nə başlanğıcı var, nə sonsuz var. Hesablama başlanğıcı 0-dır. Ondan sağ tərəfdə müsbət ədədlər yerləşir. 1, 2, 3, 4. Sol tərəfdə isə mənfi ədədlər yerləşir. Mənfi 1, mənfi 2, mənfi 3 və s. Bunlar tam ədədlərdir. Yəni, rahat görmək olur. Məsələn, bizə deyə bilər ki, 4,6 nə ilə nə arasında yerləşə bilir? 4,6 düşünürük. 4,6-dan böyük olub hansı tam ədədlər var? 5. Kiçik olan hansı tam ədəd var? 4. Deməli, 4,6 nə ilə nə arasında yerləşir? 4 və 5 arasında yerləşir. Ona görə 4,6-nın yeri buradır. 4,6. Məsələn, bu ola bilər mənfi. Tutaq ki, mənfi 4,6 nə ilə nə arasında yerləşir? Gəlin baxaq. Mənfi 4,6-dan böyük nə var? Mənfi 4. Mənfi 4,6-dan kiçik nə var? Mənfi 5. Deməli, mənfi 4,6 mənfi 5 ilə mənfi 4 arasında yerləşir. Ədəd oxuna diqqət yetirək. Bura mənfi 4 yazıram. Bura mənfi 5 yazıram. Mənfi 4,6. Yəni, mənfi 4-ü keçir. Bura yazılır. Mənfi 4,6. Bu belə. İndi kəsr ədədlərinə baxaq. Məsələn, 2-də 1. Hansı 2 tam ədəd arasında yerləşir? Baxın, 0 ilə 1 arasında yerləşir. Bu necə təxmin edirəm? Bundan onluğa keçdiyin zaman 5-ə vururam, onluq kəsrə keçirəm. Edir 10-da 5. Yəni 0,5 tam hissəsi 1-dən kiçik, 0-dan böyükdür. Deməli, harada yerləşir? 0 ilə 1 arasında yerləşir. Məsələn, bəzən 9-lara da imtahanlarda tez-tez düşə bilər. Düşüb, mənfi 2 tam 3-də 1. Hansı 2 tam ədəd arasında yerləşir? Mənfi 2 tam, baxın burada yerləşir. Çünki mənfi 2 tamdır. Yəni mənfi 2 tamdan daha
o yanısı deyək. Mənfi 2 tam 3'də 1. Mənfi 2 tam 3'də 1 yerləşir. Bu çox basit sual kimi görsənir, amma suala diqqət etdirmək lazım. Mənfi 2 tam 10'da, mənfi 2 tam 3'də 1 neylə arasında yerləşir? Tam hissəsinə fikir verirsiniz. Tam hissəsinə hər zaman fikir verirsiniz. Mənfi 2 tam 10, baxın, mənfi 2 buradır. Mənfi 2'ni keçibdir. Amma mənfi 3'ə çatmayıbdır. Ona görə mənfi 2 tam 3'də 1 mənfi 2 ilə mənfi 3 arasında yerləşir. Sonra var məsələn kök ədədləri. Tutaq ki, kök altında 2 və ya kök altında 7 deyə bilər. Məsələn, kök altında 7 ədəd oxunda nə ilə nə arasında yerləşir? Bunu belə başa düşək də. Kök altında 7, kök altında 7'dir. Təxmini nə çıxır? Birinci onu tapaq. Kök altından böyük olub kökdən çıxan nə var? Deməli, kök altında 9 var. Yəni 9 kök altında 7'dən böyükdür və tam çıxır. Sonra bundan kiçik olub kökdən çıxan nə var? Kök altında 4 var. Deməli, kök altında 7 təxmini 2 ilə 3 arasında yerləşir. Məsələn, 2 tam ondan 5 olsun. Onda deməli, kök altında 7 2 ilə 3 arasında yerləşir. Yəni, burada yerləşir. Yəni, diqqətlə baxırsınız, kök altında 7 nə ilə arasında yerləşir? 2 və 3 arasında yerləşir. 2 və 3 arasında nə var? 2 tam onda məsələn 5 var, 2 tam onda 6 var. Bunlar ikisi arasında yerləşir. Bu da ədədlərin ədəd oxunda göstərilməsidir. Bu iki anlayış ədədin əksi, ədədin tərsi. Məsələn, ədəd əgər 5'dirsə, onun əksi nədir? Mənfi 5. Tərsi. Tutalım, ədəd 5'dirsə, onun tərsi nədir bəs? 5'də 1. Ədəd əgər 3'də 2'dirsə, onun tərsi nədir bəs? 2'də 3'dür. 5, 5'in əksi mənfi 5. 5, 5'in tərsi 5'də 1. 3'də 2, 3'də 2'nin tərsi 2'də 3. Yəni, bunlardan test tapşırıqlarında istifadə olunur. Sonra var qarşılıqlı sadə ədədlər, qarşılıqlı əks ədədlər, qarşılıqlı tərs ədədlər. Bu üç məşhur anlayış. Qarşılıqlı əks ədədlər. Qarşılıqlı əks ədədlər cəmi, sıfıra bərabər olan ədədlərdir. Məsələn, 7 və mənfi 7. Bunlar qarşılığı tərsdir və onları toplayanda nə eləyir? 0. Qarşılıqlı tərs ədədlər. Hasili 1'ə bərabər olan ədədlər. Hasili 1'ə bərabər nə demək? Məsələn, 7'nin qarşılıqlı tərsi 7'də 1'dir. Onları vuranda ixtisar gedir. Hər zaman cavabda nə qalmalıdır? 1. Qarşılıqlı tərs ədədlər hasili 1'dir. Bir də var qarşılıqlı sadə ədədlər. Bu keçirilir natural ədədlər dərsində. Sadəcə bənzər anlayış deyə yazdım. Yazılışları bənzəyir deyə. Qarşılıqlı sadə ədədlər ortaq vuruğu olmayan ədədlərdir. Bu nə mənaya gəlir? Məsələn, 8 və 25. Əslində 8 də mürəkkəb ədəddir. Bölənləri var. 25 də mürəkkəb ədəddir. 5'ə bölünür. Amma onlar qarşılıqlı sadədirlər. Niyə? Çünki onların ortaq vuruqları yoxdur. Bunun vuruqları ancaq 2'dir, bunun vuruqları ancaq 5'dir. Ona görə 8 və 25 qarşılıqlı sadə sayılır. Bir də məsələn 1 və istənilən ədəd qarşılığı sadədir. 1 və 2, 1 və 10, 1 və 20, 1 və 30, 1 və 35. Bir bütün ədədlərlə qarşılıqlı sadədir. Bir də ardıcıl ədədlər. Məsələn, 7 və 8, 8 və 9, 10 və 11. Bunlar da qarşılıqlı sadədirlər. Bir də məsələn deyirlər ki, ardıcıl tək ədədlər. Buna da bir dənə nümunə yazım. Məsələn, 7, 9, 11, 13. Ardıcıl tək ədədlər də qarşılıqlı sadədir. Ardıcıl ədədlər də qarşılıqlı sadədir. Bir və bütün ədədlər də qarşılıqlı sadədir. Amma əsl kökündə nə dayanır? 2 ədəddir. Sadə vuruqları ayırırsınız. Ortaq vuruqları yoxdursa, deməli bunlar sayılır qarşılıqlı sadə ədədlər. Ədədin qüvvətə yüksəldilməsi. Buna aid test nümunələr var bu bölmədə. İndi bu 4 nümunəyə diqqət edirəm. Birinci,
Əgər birinci və ikinci nümunə bir-birinə çox bənzəyir. Adətən buna hatta test nümunələri imtahanlara düşür ki, uşaqlar bunu qarışdırır deyə. Burada -2-nin kvadratı müsbət 9-dur. Niyə? Mötərizənin içində qeyd edirəm. Bunun mənası -3 vur -3 deməkdir. Mənfini də mənfiyə vursaq müsbət 9. Amma bunun cavabı -9-dur. Niyə? Çünki burada kvadrat mənfiyə aid deyil. Əslində bunun mahiyyəti, baxın -3-ün kvadratı deyil. Bu nə deməkdir? -1 vurulsun 3'ün kvadratı deməkdir. Bu da -1 vurulsun 3 vurulsun 3'dür. Yəni -9 alınır uşaqlar. Ona görə də bu belədir. Yəni bu iki yazıya fikir verin. Dərəcə tək olanda isə mötərizə olsa da, olmasa da, əgər mənfi varsa, mənfi hər zaman qalacaq. Amma dərəcə cüt olanda mötərizə varsa, mötərizənin içindəki mənfi udulur, mötərizə yoxdursa, buradakı mənfi qalır. Yəni -3'ün kvadratı -9'dur. Ona görə mütləq dərəcəyə fikir vermək lazımdır. Dərəcə təkdir, yoxsa cütdür, mötərizə var, yoxsa yox. İndi qüvvətə yüksəltmə əməlinə aid misal nümunələri yazıram. Bu iki dənə misal nümunəsi var. Nəyə diqqət etdirmək lazımdır? Əməllər ardıcıllığına. Əvvəlcə qüvvətə yüksəltməni işləmək lazımdır. -1 tam %25 vurulsun -8 çıx 3'ün kvadratı, yəni 9. O da bərabərdir. Mənfini mənfiyə vuranda müsbət edir. Yəni əvvəlcə qüvvətə yüksəltməni işləyirik, sonra vurma əməlini işləyirik. -1 tam 125 -8'ə vuranda 10, müsbət 10, çıx 9. Cavab eləyir 1. İndi aşağıdakı nümunəyə də baxaq. Əvvəlcə bəli, qüvvətə yüksəltməni işləyirik. -4 tam onda 5. Dərəcə cütdür deyə mötərizənin içində olan mənfi odur 4. Üstə gəl 3'ün kvadratı 9'dur. Vurma əməlini yerinə yetirirəm. -4 tam onda 5'i 4'ə vururum. -18. Üstə gəlinsin 9. Müxtəlif işarəlidir. Biri mənfi, biri müsbətdir, çıxırıq. -9. Böyün işarəsi qoyulur. Cavab edir -9. İndi yeni bir anlayış həqiqətlərdə olan modul anlayışıdır. Ümumiyyətlə modul anlayışı hər addım sizin qarşınıza çıxacaq anlayışdır. Burada bəzi incəliklər var. Diqqətlə dinləyin. Modul nə deməkdir? Modul məsafə deməkdir. Yəni koordinat başlanğıcından hər hansı bir ədədə qədər məsafə. Yəni 0-dan A-ya qədər məsafə. Nə deməkdir modula? Bu fərqi yoxdur. Məsələn, ədəd ox çəkirəm, bura 0 qoyuram, bura -3 qoyuram. 0-dan -3 nöqtəsinə qədər məsafə müsbət 3 deməkdir. Çünki modul düşünürük. Modul məsafə deməkdir. Birinci, ədədlərin moduldan çıxarılması çox sadə anlayışdır. Məsələn, modulda ədəd əgər müsbətdirsə, moduldakı ədəd mənfi də ola bilər, moduldakı ədəd müsbət də ola bilər. Müsbət ədədin modulu özünə bərabərdir. Amma mənfi ədədin modulu onun əksinə bərabərdir. Bayaq da göstərdim. Məsələn, baxın bir dənə koordinat oxuna 0-dan -3'ə qədər məsafə. Bu müsbət 3 deməkdir. Deməli, modul, əgər modulun içərisi mənfi ədəddirsə, modul onun əksinə bərabərdir. Yəni -2. Cavab nə edir? Müsbət 2. Siz əlbəttə promo yazırsınız ki, modulda -2'dən nə çıxır? Müsbət 2 çıxır. Sonra, məsələn, yəni müsbət ədədin modulu özünə bərabərdir, mənfi ədədin modulu əksinə bərabərdir. 0'ın da modulu 0'a bərabər. Yəni promo -9'dur mu moduldur? Ondan müsbət 9 çıxır. Məsələn, bu köklə də bağlı belə bir sual düşə bilər. Məsələn, kök altında -11'in kvadratı. Kök altında əgər kvadrat varsa, bu modulda -11 çıxır. Ondan nə çıxacaq? Bəs müsbət 11 çıxacaq. Bu ədədlər üzərindədir. İndi gəlin baxaq hərflər üzərində. Heç vaxt sizə deməz, modulda A-nı moduldan çıxart. Sən bunun qarşısında şərt verməlidir. Çünki buradakı A dəyişəndir. A nədir? Dəyişən. A-nın yerində müxtəlif ədədlər dayanır. 0'da dayana bilər, mənfi ədədlər dayana bilər, müsbətdə dayana bilər, müxtəlif dayana bilər. Başlığında sizə şərt verəcək. Əgər desə ki, A böyükdür 0'dan və ya bərabərdir 0'dan.
Çünki sıfır həmişə sıfır kimi çıxır. Əgər A müsbət ədəddirsə, moduldan elə özü çıxır. Məsələn, xəyalıma gətirəm müsbət 5. Müsbət 5 moduldan elə 5 kimi çıxırdı. Ona görə modul A-dan A çıxır. Amma əgər sənin misalın başlığında şərt versin, desə ki, A kiçikdir, bərabərdir sıfırdan. Yəni A mənfi ədəddir. Modulda A-dan nə çıxır? Mən düşünürəm ki, məsələn, modulun içindəki mənfi 2 idi. Ondan nə çıxırdı? Müsbət. Yəni, ədədin əksi çıxırdı. Əgər A-nın yerində duran ədəd mənfi ədəddirsə, ondan onun əksi çıxır. Yəni, mənfi A çıxır. Bəzi təcrübəsi az olan uşaqlar, yəni tapşırıq az işləyən uşaqlar avtomatik belə sual verir. Axı, moduldan mənfi çıxmaz. Uşaqlar, biz əslində bu anlayış istifadə olunur. Aşağı siniflərdə uşaq tam bunu dərk eləməyəndə bəzi müəllimlər də bu sözü deyir ki, moduldan mənfi ədəd çıxmaz. Uşağın da yaddaşında belə qalır. Amma ədəd çıxmaz. Axı, buradakı modulun içindəki ədəd deyil, dəyişəndir. O cür düşünürsünüz. Bəli, mənfi ədəd çıxmaz. Amma burada dəyişəndir. Əgər modulun içindəki ədəd müsbət ədəddirsə, modulun elə özü çıxır. Mənfi ədəddirsə, əksi çıxır. Niyə? Məsələn, A sıfırdan kiçikdir. Xəyalvi bir dənə sıfırdan kiçik ədəd gətirirsə, mənfi 7. Axı, buradan müsbət 7 çıxmalıdır. Bu müsbət 7 eləməyi üçün, axı, A-nın içindəki mənfi 7-dir. O müsbət eləməyi üçün gəlib bir dənə mənfiyə vurulsun. Ona görə də A sıfırdan kiçik olanda modulda A-dan mənfi A çıxır. Bu hissəyə diqqət yetirin. Modulda x bərabər, belə bir misal nümunəsi və topu da aşağıda qeydlədim. Modulda x bərabərdir x-ə. Deyək ki, bu ödəyən qiymətlər çoxluğunu yaz. Nəyin modulu özünə bərabər? Müsbət ədədləri. Riyaziyyatda müsbət ədədlər 0 müsbət sonsuzluq kimi işarə olunur. Modul x mənfi x-ə bərabərdir. Belə nəyin modul onun əksinə bərabərdir? Mənfi ədədlərin. Mənfi ədədlərdə mənfi sonsuzluq 0 kimi qəbul edilir. Modula aid bir də bu tipdə sual düşə bilər. Baxaq bir dənə. Məsələn, bir dənə nümunə götürürəm. Daha doğrusu 2 dənə nümunə götürəcəm. Birincisi belədir. Modulda nə olsun? Kök altında 3 çıx 2 bağla. Minus modulda kök altında 3 üstə gəl 2. Bunu hələlik ilk başdan müsbət qoyaq. Mənə deyir ki, bu ifadəni qiymətini hesabla. İfadənin qiymətini hesablamaq üçün ifadəni əvvəlcə moduldan çıxartmaq lazımdır. Moduldan çıxardan biz bilməliyik. Əgər modulun içindəki ədəd müsbətdirsə, özü çıxacaq. Amma mənfidirsə, əksi çıxacaq. İndi mən nə bilim? Kök altında 3 çıx 2 müsbətdir, yoxsa mənfidir? Ən yaxşı yolu xəyalımızda, bunu burada yox, xəyalımızda kvadratı yüksəltməkdir. Kök altında 3-ün kvadratı 3-dür. Çıx, 2-nin də kvadratı 4-dür. 3-dən 4 çıxanda nə edir? Mənfi 1. Deməli, bura mənfi oldu. Başlığına mənfi yazıram. Kök altında 3-ün kvadratı 3-dür. Xəyalımızda ama. Üstə gəl. 2-nin də kvadratı 4-dür. 3-ün isə 4 gəlsə müsbət. İndi bunu silirəm. Üstünə müsbət qoyuram. Demək, bildiniz. Əgər modulun içini hesablayanda sənə mənfini verirsə, yerini dəyişdirir, çıxart. Yəni 2 çıx, kök altında 3. Çünki əksidir, mənfi 1-ə vurulur. Müsbətdirsə, özü çıxacaq. Müsbətsə nə çıxacaq? Özü. Yəni kök altında 3 üstə gəlinsin 2 bərabərdir. Burada kök altında 3'lər islah gedir. 2-2 gəlirəm 4 edir. Amma bir də bu tip sual nümunələrinə baxın. Məsələn, buradakı eyni bu sualın mənfi versiyaları da var. Tutaq ki, belə ola bilər. Modulda kök altında 11 çıx 3,5 minus modulda kök altında 11 çıxılsın 3. Baxaq. Bərabərdir qoyaq. İndi uşaqlar, biz bunları moduldan çıxartmalıyıq. Kök altında 10, mən indi bilməliyim də moduldan çıxartmaq üçün mən bilməliyim ki, bu müsbətdir, yoxsa mənfidir. İndi xəyalımda yüksəldirəm kvadrata. Kök altında 11'in kvadratı 11 çıxılsın.
3,5'in də 3,5'in də kvadrat 11 tam %25 eləyir. 11 tam %25. Balacadan böyüyü çıxırıq. Ona görə də burada cavab nə eləyəcək? Mənfi eləyəcək. Deməli, bu modulun içi mənfidir. Sonra bunu da yüksəldirəm kvadratı 11 xəyalımda. Çıxılsın. 3'ü də yüksəldirəm 9. 11'dən 9 çıxanı müsbət eləyir. Müsbət. İndi artıq xəyalımda olan hissələri silmirəm. İndi gəlin baxaq. Axı mənfi ilə deyilən görə yeri dəyişirdi. Yəni 3,5 çıx kök altında 11. Minus. Müsbətsi olduğu kimi qalır. Kök altında 11 çıx 3. Bu nümunəni nə üçün yazdım? Əgər modullar arasında mənfi işarə varsa, mütləq mənfidən sonra gələn hissəni mörtəzi almaq lazımdır. Bərabərdir 3,5 çıx kök altında 11 minus kök altında 11 üstə gəl 3. 3'ün üstü 3,5 gəlsəm nə edər? 6,5. Bu da mənfi kök altında 11, mənfi kök altında 11. Mənfi 2 kök altında 11 edir. Vəssalam. İndi isə baxaq nəyə? Tam hissə, kəsr hissə. Bununla bağlı suallar da var. Ədədin tam hissəsini tap, ədədin kəsr hissəsini tap. Məsələn, belə bir ədəd düşünək. Məsələn, 7. 7'nin kəsr hissəsi yoxdur. Kəsr hissə nə deməkdir? Məsələn, 7 tam 2'də 1 deyil. Buradakı 2'də 1 kəsr hissədir. 7 tam hissədir. Məsələn, 3 tam 10'da 8 deyil. Burada 10'da 3 tam hissədir. 0 tam 10'da 8 kəsr hissədir. İndi bunu sərəgəli formada, ardıcıl formada yazaq. Deməli, tam hissə. Məsələn, 7'dir. Bir də bunu da deyim. Biz tam hissəni belə modulu da qeyd edirik. Kəsr hissənin adətən belə qeyd olunur. Riyaziyyat, yəni daha rahat hesablansın deyə. Gəlin baxaq, 7'nin tam hissəsi elə 7'dir. Bunun kəsr hissəsi yoxdur deyə. Bu nə sayılır? 0. Sonra gəlir məsələn 3 tam 10'da 6. 3 tam 10'da 6'nın tam hissəsi nədir? 3. Bəs kəsr hissəsi nədir? 0 tam 10'da 6. Bu belə. Soramların bir də bu nümunə ola bilər. Kök altında 7'nin tam hissəsi nədir? Tam hissəsinə baxaq. Tam hissəsinə baxaq. Kök altında 7 belə düşünürük. Kök altında 7'dən böyük olub kökdən çıxan nə var? 9. Kiçik olub kökdən çıxan nə var? 4. Deməli 2 və 3 arasında yerləşir. Məsələn 2 tam 10'da 1. Burada o qədər önəm yoxdur. 10'da 1'lərin, 10'da 2'lərin bəzən önəm olur. Kök altında 7'dən təxmini olaraq 2 tam 10'da 5 çıxardaq. Tam hissəsi deyil bu. Bu təxmini çıxandır. İndi bura tam hissəsini yazsam daha sərəgəli olar. Demək, kök altında 7'dən təxmini nə çıxır? 2 tam 10'da 5 çıxır. Bəs onda bunun tam hissəsi nədir? 2. Demək, kök altında 7'nin tam hissəsi 2'dir. Bax, kəsr hissəsini tapanda qayda var. Ədədin özündən çıxıram tam hissəni. Bu qaydadır. Kəsr hissəni tapanda ədədin özündən çıxıram tam hissəni. Bərabərdir. Ədədin özü, nədir uşaqlar ədədin özü? Ədədin özü kök altında 7'dir. Bəs tam hissəsi nədir? 2. Bu olur kök altında 7 çıxılsın 2. Bildir, məsələn, kök altında 7'nin sizdən tam hissəsini istəyə bilər. Təxmini 2 tam 10'da 5 çıxır, tam hissəsi 2'dir. Kəsr hissəsini tapın deyəndə ədədin özündən tam hissəsini çıxırsan. Məsələn, kök altında 7'dən də 2'ni çıxa bilmədiyimə görə bunun kəsr hissəsi elə bu alınır. İndi mənfi ədədlər üzərində yoxlayaq. Məsələn, mənfi 7 tam hissəsi elə mənfi 7'dir. Kəsr hissəsi də yoxdur, 0'dır. Sonra mənfi 3 tam 10'da 6'dır. Tam hissəsi, bir də var kəsr hissəsi. Baxın, mənfi 3 tam 10'da 6'nın tam hissəsi mənfi 3'dür desəz, o şey yanlışdır. Mənfi 3 tam 10'da 6'nın tam hissəsi mənfi 4'dür. Kəsr hissəsi isə 0 tam 10'da 4'dür.
Mesela orada 0,6 müsbət 3,6 olsaydı kəsr hissəsi nə olardı? 0,6. Birdən də 0,6 çıxanda 0,4 eləyir. Çünki sən kəsr hissə ilə tam hissəni toplayanda sənə ədədin özünü verməlidir. Mənfi 3,6-nı verməlidir. Və heç vaxt unutma, kəsr hissə heç vaxt mənfi ola bilməz. Müsbət kimi düşünməlisən hər zaman. Bu belə. Bax, bir də belə deyim. Məsələn, mənfi 3,6-dan bu yan hissədə, yəni sol hissədə nə var? Mənfi 3. Bəs bundan sağ hissədə nə var? Mənfi 4. Çünki belə deyərdim də, mənfi ədədlərdə sıfıra daha yaxın olan daha böyükdür. Ona görə, bax, 3,6-da necədir? Burasında 4, yəni burasında 3 yerləşir. Yəni 3,6-dan kiçik olan 3 var, böyük olan 4 var. Bax, tam hissəni götürəndə həmişə soldakını götürürsən. 3,6-nın tam hissəsi nədir? 3. Mənfi 3,6-nın tam hissəsi nədir? Mənfi 4. Bu belə. Ədədin standart şəkili. A vurulsun 10 üstündə n. Bu ədədin standart şəklinin düsturudur. Burada A-nın adı var. A-nın adı qiymətli hissədir. N-in adı isə tərtibdir. Tərtib bütün ədədlərdə, yəni problem yoxdur. Amma A qiymətli isə diqqətli olun. A qiymətli isə ondan kiçik, 1-ə bərabər, 1-dən böyük qiymət olmalıdır. Ədədi standart şəkildə gətirib bu cür gətirmək lazımdır. İndi gəlin baxaq, məsələn, necə olur? Belə bir ədəd verə bilərlər. Sonuncu OTK sınağına düşüb. Məsələn, 28.000 ədədini deyə bilər standart şəkildə göstər, digər tərtibini tap, digər qiymətli hissəsini tap, bərabərdir. Birinci nəyə tapmalıyıq? Qiymətli hissəni. Qiymətli isə də ondan kiçik, 1-dən böyük olmalıdır. Bu ondan kiçik olmaq üçün gərək vergül bura düşsün. Yəni ədəd olur, qiymətli isə olur 2,8 vurulsun. Vergül hara qoymuşdumsa ondan axıra sayırım. 4 dənə ədəd var. Bu nə deməkdir? 10 üstündə 4 deməkdir. Qiymətli isə 2,8-dir. Tərtibi isə 4-dür. Bu belə. Sonra onların nə var? Yəni qiymətli isə 2,8, tərtibi 10 üstündə 4 olunca 4-dür. Bir də bunun mənfi versiyası var. Tutaq ki, 0,132-dir. Mən hətta bunu mən deyə bilər ki, bunun qiymətli hissəsini tap, tərtibini tap və s. Axı 1-dən böyük olmalıdır, bu 0,'dır. Deməli, vergül gəlməlidir bura. Nə olacaq onda? 1,32 vurulsun 10 üstündə. Vergül bir dənə geriyə addımlayıbdır. Ona görə olur 10 üstündə mənfi 1. Yəni geriyə addımlayanda 10 üstə mənfi qoyuruq. Buna aid başqa bir nümunədə yaza bilərəm. Məsələn, 0,12 vurulsun 10 üstündə mənfi 7 bərabərdir. Yenə tərtibini tapın deyər, qiymətli hissəsini tapın deyər. Onda da, məsələn, hətta belə də ola bilər. 0,12 ola bilər. Mən indi bunun qiymətli hissəsini tapa bilmək üçün birdən necə olmalıdır? Yəni, birdən böyük olmalıdır. Vergi 2 dənə geriyə addımlamalıdır. 1,2 vurulsun 10 üstündə mənfi 2. Vur 10 üstündə mənfi 7. O da edir 1,2 vurulsun 10 üstündə mənfi 9. Qiymətli hissə 1,2, tərtib isə mənfi 9-dur. Bu da aiddir ədədin, məsələn, qiymətli hissəsinə, tərtibinə aid misallara. Bu, ona aid sadə nümunələrdir. Hər zaman misal işləyəndə diqqətli olun. Nəyə diqqətli olun? Yəni, qiymətli isə 1 ilə 10 arasında olmalıdır. Ondan böyük versə ondan kiçiyə gətir. Birdən kiçik versə birdən böyüyə gətir. Bu isə diqqətli olun. Bir də bu bölmədə ədədi ortaya aid nümunələr var. Ədədi ortaya aid nümunələrdə belə deyərdim də sizə. Zaten bilirsiniz, ədədi orta nə tər tapırıq? Ədədi orta bərabərdir. Ədədlərin cəmini bölürük nəyə? Sayına. Bu bizim ədədi ortamızın.
Bir də var həndəsi orta. Həndəsi orta nədir? Kök altında ədədlərin hasili. Bura ədədlərin nəyə yazdı? Sayı. Məsələn, sənə deyə bilər ki, 2, 8, bir də 4-ün həndəsi ortasını tap. Kök altında 2 vur 8 vur 4. Bura nə yazılır? 3. Bu da olur 3-cü dərəcədən 64. 64 nəyin kubudur? 4-ün kubudur. Bu ondan nə çıxacaq? 4. Həndəsi orta, ədəd orta. Belə bir dənə misal nümunəyə bənzər. Buradakı misal nümunə sadədir. Amma 11-lərin də 9 mart imtahanında ədəd ortaya misal düşmüşdü. Bəzən 9-larla bənzər suallar düşür. Ona görə mütləq ədəd orta məsələlərine fikir verin. Burada belə bir misal çəkmişəm. Sadə bir dənə nümunə 9-yu topudan götürdüm. A, B, C ədədlərinin ədəd ortası 16-ya bərabərdir. Deməli, bunların cəmini, belə deyək də onda, A üstəgəl B üstəgəl C. Bölürəm sayını 3-ə. Ədəd orta nədir onda? 16-ya. Onda A üstəgəl B üstəgəl C nəyə bərabərdir? 48-ə. D və Y ədədlərinin ədəd ortası 11-ə bərabərdir. Yəni D üstəgəl Y böl 2 nəyə bərabərdir? 11-ə. D üstəgəl Y nəyə bərabərdir? 22-yə. Son A, B, C, D ədədlərin ədəd ortasını tap. Ona biz nə edirik? A üstəgəl B üstəgəl C üstəgəl D üstəgəl E. Bölürəm 5-ə. Tap deyirəm. Bərabərdir qoyuram. 5 yazdım aşağıya. Bəli. ABC-nin cəmi 48 idi. Yerində 48 yazıram. DE-nin də cəmi 22 idi. Bunları toplasam eləyəcək nə? 70. 70-i də bölürük 5-ə. O da 1, 24, 14. Bu da həqiqi ədədlər mövzusunun izahıdır.